Mənə hər şeyi xırdalığı ilə izah elədi, sağ olsun. Necə deyim? Qadağalar qoydu, mənim sözümə qulaq asacaqsan. Həqiqətən çox özünə güvənən həkimdir. Bunu çox sevdim, çox bəyəndim. Düzdür, mən onun qabağında əsirdim və çox utanırdım. Çünki çox həyəcanlı və stresli idim. İndi dilim açılıb. Qadağalarıma mənim verdiyim məsləhətlərə qulaq asacaqsan, sözümdən çıxmayacaqsan. Mənim bütün bebişlərim, bütün uşaqlarım maşallah, maşallah gözdəyməsi sağlam olub. Yəni həqiqətən onun özünə güvənməyi mənim ürəyimi bilirsiniz necə su səpdi. Çünki təcrübəsiz bir xanım üçün bunlardan keçmək həqiqətən çətindir. Hər şeyi başa saldı. Nə hardan sual verdim, oradan mənə cavab verdi, köməklik elədi. Mən tam arxayınam da, bilirəm ki, rahat, əmin əllərdəyim və izləyicilərimə də həqiqətən reklam deyil, həqiqətən ödəniş belə almamışam. Sırf öz təcrübəmlə deyirəm.